yalnızdan ya. Səni görmək mütəzzir görünür böyle ki ən yaş. Sənə doy, sənə baxdıqda dolar didey gir yanımızdan Eski olmaz eski olmaz qəmimiz, bunca ki bizdən qəm alır. Hər gələn qəmli gedər, şad gəlir yanımıza. Təşəkkür edirik. Var olun, çox sağ olun. Bəli, əziz tamaşaçılar, əziz dinləyicilərimiz, xoş gördüyünüz hər birinizi. Vaxtınız xeyirli, gününüz aydın olsun bu andan etibarən. Çox gözəl, dəyərli bir ifanı dinlədikdən sonra yadımıza düşdü Ustad Qəzəlxan Əlğa Vahid yazırdı bir vaxtlar. Musiqi qəm dağdar, zövq verir insana, dərk qılmaz bunu onlar ki, səfalətləri var. Doğrudan da bizim hər birimizin həmişə halal nəfəsə, gözəl ürəkdən oxunan musiqilərə, səslərə ehtiyacımız var. Bəzən olur könlümüzdəki, ürəyimizdəki ağrını, acını xəyalın həbləri ilə keyitməyə çalışırıq. Amma çox vədə, nəticələr çözülmür. Səbəbin əlləri ilə bax, belə anda karımıza yalnız və yalnız gözəl musiqilər gəlir. Əlbəttə ki, bugün biz artıq gördünüz, fərqli bir ortamdayıq, fərqli qonaqlarla sizin huzurunuzdayıq. Məqsəd və məramımız bugün bir balaca öz içimizə çəkilməkdir. Əlbəttə ki, dəyərli qonaqlarımızın sayəsində. Qonaqlarımızın təqdimatına ehtiyac var, həm də yoxdur. Dünya şöhrətli muğam ifaçımız, xalq artisti Alim Qasımov, xoş gəlmişsiniz və onun çox dəyərli, istedadlı xanım, qızı Fərqana xanım Qasımova və onları müşahidə eləyəcək, elə nəfəs almadan digər musiqiçilərimizi təqdim edim. Rauf İslamov Kəmançada, Zəki Vəliyev, Rafael Əskərov, Cavidan Nəbiyev. Hər birinizi Alim müəllim başda siz olmaq şərti ilə salamlayırıq. Çox sağ olun. Xoş gəlmişsiniz bizim ustad sənətkarımız.
Sizə hörmətimiz, məhəbbətimiz nə qədər bəyan eləsək də azdır. Şəkkiyə Allah razı gəlməzdi. olsun. Çox sağ olun. Ürək, göz, könül işıqlanır, bir nura boyanır sizinlə ünsiyyətdə olanda və xoşbəxt ki, bu an sizinlə canlı təmasa daxil olmuşuq bu andan etibarən. Danışaq bir, eşidək görək, Üstad sənətkarımız necədir, necə yaşayır, əhval-ruhiyyə, hansı havadadır? Yaşamaq mənə gəlir hamı kimi, Aha, bəli. sevinmək də, qəmlənmək də hamı kimi. Bir fərqimiz ola bilər insanlarla, onda olur ki, bu qardaşlar, bu ifaçılar bir yerə yığışanda, bir balaca zövlü bir hava, bir muğam, bir yaxşı bir sənət Atmosferə nail olur. yaradanda, mən görürəm ki, hamının yəni bu canlı sifəti dəyişir, düşürlər başqa hala. Bu aləmdə, məsələn, mən indi bu aləmin təxmini belə mənə gəlir ki, aslan-asılında yox. Çünki elə bu başlanğıc bizə bir eşq oldu ki, yəni özümüz də başladıq zövq almağa. Öz işimizdən, öz halımızdan. Və əlbəttə orada başda siz durursunuz ki, süd çağırdınız bu səhəri bizə qismət elədiniz. Yəni evimizdən dartdınız, işimizdən, gücümüzdən ayırdınız, problemlərdən ayırdınız. Amma indi burada mənə elə gəlir ki, ən xoşbaxt adamlarıq biz bu dəqiqə. Allah axırımızı xeyir etsin. İnşallah. Gözəl başladıq. Fərqan xanım, sizin də səsinizi eşidək. Siz necəsiniz, əzim? Mən də valla. Fərqan xanım bibi oldu. Ona görə bibi kimi indi sən xanında kimi olmasa bibi kimi danış. Bəli, bizim artıq maşallah Ay, Azərbaycana... təbrik edirik. Ali müəllimlə sözünü açıq bir balaca unutdum, unutqanlığımı bağışlayın. Təbrik edirik. Ali Qasım xanım bilir ki, artıq bu yaxınlarda baba olub, bir oğul nəvəsinə nail olub. Bəlkə də gələcəyin Alim Qasımova yetişir, nə bilmək olur Alim müəllim, həyatdır. Tərpənəşindən oxşamır. Rəngdir nəsə. Həmin o dəqiqə. Sonra həm də çox ağlamalı deyil qanunlar. Nəsə ağlamır, nəsə bəlkə prezident gəldi. Ustad xanımdır. Ola bilsə sonra ağladı. Ağlaşdan hiss olunur, artıq səsi olmayacaq. Bu 8 ayaqlı bir nənidir. Allah, bunu da bezmişlər bunu saxlamaq. İnşallah, hələ təzə gəlib də bu həyata Alim müəllim. Bir balaca gözləyək də. Qədəmləri mübarək olsun. Hər an hər şey ola bilər. Sən Əlbəttə ki, mübarək, atalı, sən analı Allah və vətən üçün, cəmiyyət üçün layiqli bir övlad kimi yetişsin inşallah sizin sayənizdə. Alim müəllim, üslubunuz fərqlidir. İndi hal-hazırda bu görüntü doğrudan da çox möhtəşəm bir görüntüdür. Ümumiyyətlə, ilkin olaraq sual istəyirəm, bundan başlayaq. Torpağa yaxın olanda, yaxın oturanda səs daha yaxşı alovlana bilir? Valla... Bəlkə torpaq gücü sizi bu formaya düşərməyə vadar elədi. Axır vaxtlar ki, mən ki, öz-özümə qapılırdım, öz-özümə oxuya-oxuya zövq alırdım. Axır vaxtlar əyağımı bir təhər dirirdim stolun üstün qırağına ki, belə eləyirdim ki, birdən beləyəndə yıxıla bilərdim. Yəni, mən özüm, məndən öz asılı olmayaraq, belə eşqə gəlirəm, ilhama gəlirəm. Axır vaxtlar deyirəm, birdən gedərəm aşağı. Yəni, Allah belə qismət oldu ki, daha getmə, yıxılma, otur aşağı, zövqlə oxu. Yəni, mənə elə gəlir ki, burada ümumiyyətlə, insana rahatdırsa, onu da eləməlidir. İnsana tapşırır ki, sən bu cürünə yat. Səhərə qədər o fırlanacaq, axtaracaq, mən nətər yatım kimi. Ona görə bütün gözü bir dənə yerində, o da əmələ gəlsə, o da insan hiss eləsə, bir dənə yatanda bir çıxan öz ayağı istədiyin kimi uzadırsan və verilirsən. Orada yaxşı şəkil çəksən, görürsən, bu adam yatanda çox təbii olur. Təbiiliyin tərəfdarısınız və həm də sənət çərçivələri sevmir də, Alim müəllim. Siz də bu qənaətdəsiniz. İstərsəməz, yəni, qanuna biraz rəayət etmək lazımdır, amma dahi o qədər yoxdur. Mesela o çərçivə də sənətə biraz qulluq eləsin. Çərçivəni də elə qoyarsan ki, o da sənətə qulluq eləsin. Bizim burada oturmağımız rahatdır sənətə. Yəni, bu kişi də hələ hündürlüyündə yavaş-yavaş oturur. Bunlar hələ şatdılar ki, bunlara biraz hündür şey qoyurlar. Bunlar hələ kefdədirlər. Biraz da elə bir form olsun ki, bunlar da düşün aşağı. Bu başa otura bilməyəcək. Rauf da ki, maşallah, kökəri günü-gündən elə ki, kökəri döşəyə qaldırır yavaş-yavaş yuxarı. Bilmirəm, hara gedirlər bunlar. Ustad xanəndəmiz, Alim müəllim, muğamat olan yerdə nə var? Həyatın keşməkeşləri unudulur o anda. O anda unudulur. Və insanlara əhval-ruhiyyəsi dəyişir. Necə ki, elə şeylər var ki, məsələn, biz evə bir üzəri yandırırıq və ətir səpillərlə, neynilər, nəsə yandırırlar, bir gözəl iyi gəlsin. Onu biz
burnumuzla hiss edirik iyinlə. Qoxu Amma vasitəsilə, vətən. bu mənəvi bir zövq elədir ki, təəssüflər olsun ki, bu gözə görükmür. Gözə görükməyəndə də, o iyə də gəlməyəndə də, o cəmaat ondan vaz keçirlər. Amma duyumlu adamlar o qədər, o dəqiqə onu tutur və hiss edir. Ona görə o paklaşdırır, o gözəl bir aura yaranır. O bir gözəl məclisdəmi, bir gözəl şənlikdəmi, evdəmi, toydamı, heç bir dəxli. Amma əsas odur ki, o hissi yaşayan adamla, o hissi verən adam cəm olanda, orada olur dahi bir-birinə qovuşurlar, başlayırlar göyəsinlər kimi göydə cövlan Onu edir. yalnız da oradan da yaşayan bilir. Ali müəllim, mən bilirəm ki, xatirələrinizdə oxudum ki, artıq siz uşaq yaşlarınızdan muğamata meyilli olmağınızı, həvəskar olmağınızı valideynləriniz hiss eləmişdi. Atanızın, deyəsən bir balaca keçisi var idi, hə? Kəsib sizə dəf düzəltmişdi. Yox, ümumiyyətlə orada o vaxtı elə keçim mod idi. Nənəmin də, Allah öyrən nəzərəmətə, nənəmin də bir xeyrat keçləri vardı. Elə kəsib eləndə onu nəsəsə aşlamışdı. Bir əvvəl dəfini, sonra da bir sazınız oldu da. Birinci nağara düzəlmişdi mən üçün. Sonra dəfə keçdi. Yəni qazandan, çuğun qazandan dalı deşmişdi. Əməl başda belə qəşəng nağara düzəlmişdi. Sonra bir dənə qəşəng saz düzəlmişdi. Bir alüminium çaşqalar vardı, o əskərlər. Artıq ifa eləyirdiniz də o vaxtlar elə? Yox, belə də yana bir səs tuturdum, belə səs tutub, belə. Mən o hələ düzəlməmişdən özüm elə o uşaqlara hamıda aiddir də. O iki dənə mıx vurursan, məftəli doluysan, sonra ora bir xərək kimi belə şey qoyursan, başdan çalıb oxumağa. Durur onları, saxlayırsınız da Ali müəllim, yoxsa? Təəssüflər olsun ki, elə ən təəssüf elədiyim o sazdır ki, çox gözəl düzəltmişdi onu. Həm də köklənirdi, belə çox maraqlı bir düzəlmişdi. Heyvlər olsun ki, dəfi kimisə bilməm, başına vurdum, o da sındı qaldı belə içinə. Albəm, deyəsən, sizin o illərdən biraz dilinizi tapmaq çətindir. Yoxsa mənə elə gəlir? Yox, mən belə rahat adam olmuşam. Sizcə hamı siz danışdığınız dildə danışır sizlə? Mənə elə gəlir ki, sizin diliniz çox fərqlidir. Mənim dinləyici qənaətimdir. Mənə elə gəlir ki, valla, bu xəbər qızımdan öyün içində bular. Bu Rauf Gül'dən danış. Ola bilsin sənət baxımından, ola bilsin bir balaca başqa bir özümdən asıl olmayaraq, o fərqli bir şey ola bilər. Onu mən kontrolluq eləmirəm. O mənlik deyil. Amma sadə, adi dildə məndən yumuşaq adam dünyada yoxdur. Ümumiyyətlə, Alim Qasımov danışmağı daha çox sevir, yoxsa dinləməyi? Yox, danışmağı sevmirəm, çünki mənim səsimə zərərlidir. Amma bayaqdan çox gözəl danışırsınız, Alim müəllim. Denək, şəraitin tələbi budursa, göstərməliyik. Həm də bir dənə iş var ki, tamaşaçılar da bir balaca eşq almalıdır, zövq almalıdır. Şübhəsiz, Alim müəllim, həmişə dəyərlisiniz bizim üçün. Bütün sözünüz, söhbətiniz mahiyyətindən və fərqindən asılı olmayaraq. Bayaq belə bir ifadə işlətdiniz ki, çox söhbət eləyəndə səs bir balaca yatmaq istəyəndə olur. Deyirəm, bəlkə bir balaca yuxuya getməmiş bir də onu tərpədək, sonra davam edək. İndi Fərqanın xanıma söz verək.
Azizim sen geldin, hoş geldin, sefa geldin. Ne ben öldüm kurtardım, ne ben öldüm kurtardım. Ne sensen insafa geldin, insafa. Ne ben öldüm kurtardım. Ne sensen insafa geldin, insafa azizim ağlamazdım, gülerdim ağlamazdım. Azizim ağlamazdım, gülerdim ağlamazdım. Bilseydim vefam budur, bilseydim vefam budur. Sana bel bağlamazdım, bel bağlamazdım. Bilseydim vefam budur. Sana bel Təşəkkür edirik. Biz necə başladıq, necə qutardıq. Vallahi elə gözəl belə həzin, sakit ruhunu sığal çəkə-çəkə qutardınız ki. Maşallah. Yaxşı məndə Fərqanə xanım, Allah səsinizə qüvvət versin, səsinizi var eləsin. Sağ olun, əliniz qolunuz var olsun. Dadı damağımızda qaldı ifansın. Hətta bunun bir balaca, bir neçə dəqiqələr uzun olmasını arzuluyorduk. Bəli, bizə yeni Mən özüm qoşulan... qısaltdım, dedim muğamat vardı burada, muğam yeri vardı. Mahnını elə gözəl başladım, mən özümlə astronomlara belə körəldim. Sonra dedim ki, muğam getməyə, mahnının özü obrazı yaşasın bizimlə. Bu saraq. Ümumiyyətlə, o qaval əlinə alınanda planlı şəkildə, mən belə başa düşürəm ki, Ali müəllim, sizin repertuarda oxumaq yoxdur. Təb nə gəlirsə, ilham nəyə gətirirsə və o formada da gedirsiniz. Yox, amma bilməlisən ki, nə edəcəksən. Amma o biləndən sonra daha... Gedişatları dəyişə bilirsiniz sadəcə. Daha o gözəl orada improvizasiyalar əmələ gəlir və bədahətən çox gözəlliklər əmələ gəlir. Amma elə belə kör təbii mənə gəlir ki, o profesionalizm olmur. O elə belə, yəni, o belə dost arasında eləmək olar o belə. Amma çəkilişdə çox biədəb alına bilər o. Əlbəttə, aydındır. Hər halda Fərqanə xanımı dinləyərkən Rumini xatırladım, bir fikrini xatırladım onun. Düşünürəm ki, yeri var indi onu söyləməyin.
Əlbəttə ki, hamımıza bəllidir bu fikir. İnsan iki həyatın içində yaşayır. Bir real həyatın, Ali müəllim, bir ruhi həyatın. Əslində bizə yaşamaq üçün nə qədər ömür verilib, nə qədər zaman kəsiyindəyik, bunun tamlığı ilə əlbəttə ki, tamlığından xəbərimiz heç bir vədə ola bilməz. Amma Rumda deyilir ki, insan ruhu həyatına gedən yolu tapa bilirsə, yaşamaq doğrudan da insana çox-çox uzun gəlir. Hər halda bunu yaşayanlar, yaşıb duyanlar daha yaxşı fərqinə varar. Ali müəllim fikrinə gəlincə isə, ona görə əsl sənət odur ki, canlı ünsiyyətdən, canlı aləmdən ayrılıb qapılasan və yaşayasan özün üçün. Onda təqdim etdiyin sənət daha, sizin dilinizlə desək, tamlı və dadlı olur, Ali müəllim, özünə qapınanda. Dadlı deyəndə ən birinci o dadı bilməyən insanlar, tamaşaçılar, ən birinci baxır musiqiçinin, sənətkarın, yaradıcının əhval-ruhiyyəsinə. Görür ki, bu ondan idi, indi ondan deyir. Yəni, özündə asıl olmayaraq, yəni, bir baxır ki, görür ki, bu yəni, adı yaşayan insanlardan deyir də, bu səhnədəki adam. Yəni, aktyorlarda da var da, bu görürsən, orada gələn kimi, bu arada, mən salam verdiyim adam olmalı ki, bu təəccüblənirsə, bu necə o aləmə düşür. Sənət aləmdə, yaradıcılıqda ümumiyyətlə bunlar var. Ona görə o əhvalata düşən kimi, mənə gəlir ki, insandan özü asılı olmayaraq, insandan ayrı bir aura, ayrı bir hal səpələnir və gedir insanlara təqdim olunur. Çünki mən özüm də fikirləşirəm ki, yəni, burada bir adam gözəl bir əhval-ruhiyyə ilə ifa eləyir, tar, ud, kaman, fərqi yoxdur, ya səsi ilə. Burada onu toxunmadan onun gözlərindən yaş axır. Bu belə bir qüvvə, bu nə qüvvədir? Yəni onu bir adam fikirləşəndə biraz, indi Fərqan xan burada əzizim, səfay, mən də biraz özümdə obraz yaratdım, gördüm gözlərimdən yaş axır. Yəni o yaş məsələsini ged-ged adamda quruyur, biraz quruluq əmələ gəlir. Yəni o çox gözəl bir anlardır o yaş, o musiqi səsinə, gözəl bir sənətə balaca yaş axıtmaq. Adam darıxır o yaşlar olmayanda. Məsəl üçün, mən unutmuşam axır vaxtlar bu, hərdən özüm oxuyub, özüm ağlayırdım, ama o da gedib məndən. Nəsə, yaxın şey qutarır, maqnit qutarır yaxın. Yəni bu tamaşaçıya bu ayrı cür təsir edir. Bu Fərqan xan da onu izah eləsin, mən bu haqda çox maraqlı bir fikirdir ki, bu niyə belə olur? Yəni, mən belə, mənim yadımdadır ki, mənim atam, yəni mən o evdə ki böyümüşəm, həmişə musiqi içində böyümüşəm. Yəni, atam həmişə mən görmüşəm ki, tarıb sinəsinə basıb, çalıb, oxuyub, bütün qohum, əqrəbə, qonşular, hamısı gəlirdi bizim evimizə, bax, belə dövrəmə yığırdı, hamısını bir-birdə oxutdururdu, hətta qonşulara qədər oxutdururdu, kimin səsi var, səsi yoxdur. Bizim evdə belə bir həmişə toy əhval-ruhiyyəsində, yəni indiki toylar yox, qədim... Davalar da olur, da o yüzünsə. Deməyək də, yəni musiqi yaxşı. Çünki bu kontrast olmalıdır. Olmasa həmişə toy ola bilməz. Onu da mən nəsə dəldir. Soyuq məsələsi, mənfi müsbət məsələsi. Bu Allahın qismətidir. Qırığım dağı, sonra da çalıb oxumaq. Mən ümumiyyətlə belə başa düşürəm ki, eyni həyat tərzi həmişə Ali müəllimi həddən artıq darıxdıra bilər. Mənfi emosiyaları yarada bilər, hə, Ali müəllim? Mən deyəsən sizi düz tanımışam, bir dinləyici olaraq. Belə kənardan müşahidə eləyir. Ümumiyyətlə, insanın təbiəti belədir. Ən gözəl şeyləri qoysun ora, o darıxacaq. Ümumiyyətlə, çatışmayan şeyləri deyir, bu olaydı. Ümumiyyətlə, tək mən deyirəm, mənə elə gəlir ki, insanlar hər şey, bir insan hər şeyi verir ona, yenə darıxacaq. Gedək, insanda bir... Çünki bu bizim yaşadığımız yer deyil. Bu gəlmişik bura biz özümüzü belə hiss eləməyə, özümüzü tanımağa, sonra gedəcək əsl dünyamıza. Ona görə burada deyir, bu uşaq heç qanmır, uşağı gəl gedək, hazırlaşır gedməyə. Gedmək istəmir. Görür ki, məsələn, kimsə gedir. Deyir, mən də gedirəm. Biz bilmirik. Çünki getmək bizim elə bir canımızda, təbiətimizdədir. Gedək, axırda da gedir, getdi. Baş dəyməsində daş, Ali müəllim. Yaxşı mənədir. Ali müəllim, ifalarınız özünüzə zövq verir. İfam özümə zövq verməyəndə inan Allaha nifrət edirəm, həm özümə, həm işimə, həm gücümə. Elə ki, zövq verə bildi, sevinirəm ki, nə yaxşı ki, Səyyərə xanım məni bura çağırdı, mən də səhər-səhər bir tikə yanından
keyf elədim, çıxıb gedəcəm. Qəzəli yaddaş vasitəsilə daha çox oxuyursunuz, yoxsa hisslə? Vallahi yaddaş deyəndə ki, əvvəl doğrudan bizim Allaha qurban olum. Ümumiyyətlə, mənim həyatım, mənim fikirləşdiyim üzərində qurulmayıb. Yəni, mən fikirləşməmişəm. Yəni, mən qismət və Allah eləyib, elə mən də belə güya mən eləyirəm. Amma mən eləməmişəm. Ona görə elə bir mühitdə mənim o muğam öyrənməyim, muğam oxumağım, muğam belə yollarım çox belə bir maraqlı bir şeydir ki, birinci müsabiqə oldu. Birinci Axan müəllim məni müsabiqə hazırlaşdırdı. Və orada gözəl səslər vardı, bərk səslər vardı. O hər yerdə deyirəm, bu gənə deyib. Mən də deyirəm, mənim bu səsim belə, mən hara gedirəm, məni niyə seçdilər, belə falan olsun, nəysə. Axan müəllim də sağ olsun, ciddi mənimlə məşğul oldu və sinifə qonaq gələndə məni oxutururdu. Belə, sonra getdim, dedim ki, yox, dədə, bu iş mənlik deyil, mən bu rast başlamışdılar. Ey əzizim, qardaş, bununla mən ayıb deyil, ki, sən hamı bir instituta ged, oxuyub, biraz döz, nəysə. Konkursdan sonra mən Hacı Məmmədovla tanış oldum, bir rəhmətli Hacı Məmməd. O məni çıxartdırdı, sənətli işatdım, çağrıya oxuduq, orta mahır oxuduq. Ondan sonra bir rəhmətli Bəhrəm Mənsurovla biz yoldaşlıq elədik. Mənim, yəni həyatımın, muğamının gözəllikləri buradan irəli gəlir. Amma sonralar Hacıbaba müəllimdə müəyyən qədər O tələbə vaxtlarında ki, mən Hacıbaba müəllimlə çox ünsiyyətdə olmuşum, çox tələbəlik eləmişim ona, çox demək olar hammalıq eləmişim ona, halal, xoş olsun. Yəni, müəllim tələbə hammallığı deyirəm ha, yəni o nöqteyi nəzərdə. Yəni, ona görə o qəzəlləri ki, deyirsiniz, biz o qədər həvəskar idik ki, demək olar, hər toya, hər o toyda da müəyyən tamaşaçılar vardı da, mən bildim ki, o futbolun həvəskarları olan kimi, qol qışqıranda, o qollara mən hiss edirdim. O qollara da gözünə bir təzə bir 5 beyt, 6 beyt qəzəllər öyrənirdim. Yəni, çox şeylər. O da hər gün mütaliə olurdu. Amma indi artıq o məclis də yoxdur, o alim də yoxdur. Bildiklərim də orada-burada qalıb beləsinə, bir ikisini yadımda salmışam ki, burada bir... Yox olan niyə yoxdur alim müəllim? Onlar mütaliə eləsən gərək. Vaxtınız yoxdur? Vaxt yox, vaxt var, amma deyirəm, mütaliə eləyim, neyəcə, məkan yoxdur. Yəni, gərək daimi bu alış-veriş olsun ki, insan tənbəldir, insan öz-özünə... Məsələn, mən indiki cavan adamları, mən onlara çox danlamıram, niyə? Kimdə danlayıram ki, biz belə edirsiniz, siz niyə belə edirsiniz? Amma onlardan bu dəqiqə bazarları yoxdur, elə bazarı. Elə bazarı yoxdur ki, onlar eylə qəzəl öyrənsin, eylə oxusunlar. Ali müəllim, dünyanı çox üzr istəyirəm. Elə bir səhnəsi var, orada siz konsert proqramı ilə çıxış eləməyəsiniz. Maşallah, Azərbaycanda yeganə sənətkarsınız. Yəni, bu fikir... Yəni, təqdimat üçün kifayət qədər axı imkanlarınız genişdir. Yox, bu ayrıdır. Mən demirəm, mən dayanmamışam. Yəni, o çərçivədə içində mən yəni mütaliə edirəm. Daha ayrı bir şeydir. Yəni, o qəzələr hamısı hazır olmaq, o yer gəndə orada qəzələr demək, məsələn, yaddaşımda deyil. Ümumiyyətlə, Ali müəllim, repertuarınızda hansı klassiklərimizin qəzəlləri daha çox hakim kəsilib sizdə? Yox, hakim olan yoxdur. Yəni, mən gəlir ki, mən o söz ki məni tutanda, baxmıram, o təxəllüs yerində ki, hansı şairindir. Görürəm ki, tutdu, fərq eləmərəm, sonra onu örgənirəm, sonra bilirəm ki, təxəllüs kimindir. Yəni, ona çox fikir vermirəm. Hər halda ürəyə yatanlar çoxdur da, Ali müəllim. Yox, mənim ürəyimin dərəcəsində olan qəzəllərdir. Ola bilsə, kiminsə o ayrı aləmdədir, olabsa onların ürəyincə deyil. Amma mənim götürdüyüm yük dərəcəsindədir. Əlbəttə, bundan da qəliz ola bilər, bundan da profesional ola bilər. Amma indi inşallah gələcək nəsil olar. Biz indi belə yalandan uydururuq da. Oxuduğunuz muğamlarda fərq qoyursunuz, Ali müəllim? Yoxsa hamısı eynidir? Yox, fərq yoxdur. Muğamların öz fərqi var ki, muğamlar, 2-3 dənə muğamlar var ki, məsələn, biri Rahab muğamdır bizdə, biri də Bati Qacardır. Yəni, bunlar dəstgah formasında bizə təqdim olunub, amma o naqisliklərlə, yəni o bir-birinə uzlaşmayan bir mənim aləmimdə. Ola bilsin, alətdə normal çıxır, amma oxuyanda, ifa eləyəndə o elə bir balaca onun düzüm baxımından, nə bilim,
əhval-ruhiyyə baxımından biraz çətinliklər çəkilir orada. Amma qalan muğamlarda məndə öyəklik. Hər halda sizə hansı daha çox xeyir gətirib ilkin illərə nəzər salsaq? İlkinlər mən çox rəhmətli Seyid Şunuskundan Çaharyahın bərdəştini öyrənmişdim. Aha, bəli. Və hara getdik Çaharyahın bərdəştini eləyirdim. İndi qulaq asmaq istəsək günah etmiş olmarıq? İndi Olmaz, Alim müəllim. olar amma indi buranın əhval-ruhiyyəsi ilə Seyid Şunuskunun bərdəşti düz gələr gəlməz. Hələ burada yox da, baxaq da. İşte bunlarla niyə danışmırsan? Buraya düşmürsən mənim üstümə. Fərqanə xanım, ata bala ümumiyyətlə həmişə bu səhnəni həmişə gözəl, mükəmməl şəkildə paylaşırsınız. Amma enerji həmişə eyni formada paylana bilir. Belə deyək də, əslində bu sualı Alim müəllimə vermək istəyirdim. Mum daha çox kimin əlində olur Alim müəllim? Bir aparıcı qüvvə mütləq, hər bir işdə aparıcı qüvvə mütləq olmalıdır. Hansısa bir, hər bir işi götürəndə, əgər orada dəstə varsa, o dəstənin mütləq aparıcısı olmalıdır. Yəni, əlhəmdülillah ki, bizim dəstə başçımız Alim Qasımovdur. Alim müəllim məsələn çox tərəfkardır Fərqanə xanım. Bəzən bəli, tərəfkardır, bəzən hansısa bir söz deyir, qaşımı belə qaldırıram ki, olur bəzən, məsələn, indi sənət, o mənə daha, məsələn, yüksəkdə görmək istəyir, onun üçün məndən çox şey tələb edir, ancaq mən də özümdən razı tələbəyəm, bəzi şeyləri qəbul eləmək istəmirəm. O da hindindi başlayır. Bir-iki gün var. Yox, həmişə olub içimdə o bir şey. O da bir-iki gündür mənə görəm ki, deyir ki, yana bula. Yox, deyirəm, mənə çox istəmə, xahiş eləmə, çox istəmə, yəni belə şey olmasın, artıq xətrimə deyirəm. Bəli, nə gözəl. Biz həmişə... Çox gözəl duyğulardır hər halda. Hə, o insan deyir, ustadından həmişə tərif eşitmək istəyir, mən də tərif eşitmək istəyirəm. Haçına qədər mən elə bu... Bəs o təriflər incə olur da, bəs mən deyirəm, ağlatdın məni. Boş yerə mən... Yox, düzdür, məşqdə, mən məşqdə biraz belə otururam, deyir ki, biraz canlan, biraz bu dəstə ilə qovuşduram, yox, mən beləyəm, məşqdə sakit olun. Bəzən oxuyanda görsən ki, hə, biraz insan gedir, ruhlanır, amma məşqdə, indi mən də arxayınam. Daha çox duyğusallıq tələb eləyir də, Alim müəllim sizdən. Mən arxayınam, çünki yanımda böyük sənətkar var, arxayın olam ki, işimizi aparır, dəstəmizi aparır. Mən sakit oturmuşam da özümü çox əziyyətə salmaq Alim müəllim, siz özünüz necə tələb olmuşsunuz? Tələbə? Siz özünüz necə tələb olmuşsunuz müəlliminiz üçün sizcə? Mən... Qaydalara yəni həmişə rəayət eləmişsiniz. Bir il mən çətinlik çəkdim öyrənmək üçün, yəni çətinlik idi. Mən fikirləşdim bunun axırı nə olacaq, çox üzülüm idi mənim üçün. Ondan sonra elə oldu ki, elə mənim də biraz oxumağımın Axan müəllim xoşuna gəldi, dost tanışın. Sonra Axan müəllimlə biz dost olduq. Elə ikinci, üçüncü kursda artıq biz elə dost idik. Axan müəllim toylar aparmışdı, Əmircanla nə bilim nə, corab vermişdi. Pulza corab vermişdim. Corab bir dənə balaca kamper. Oxşum, sevinə gətirdim evə ki, bəs belə ustad payı. Gözəl. Alim müəllim, bu anılarımızın ömrü çox uzun olsun deyirik. Alim müəllim, neyniyək? Qaval əlimizə götürək. O dəmə məsələsi. Tərpədək də nəsə. Qavalda, qaval elə yazılır. Yeri gəlmişkən, niyə Fərqanə xanım, qavalı, fərdidir qavalınız. Sizdə ölçü kiçikdir, niyə? Yəni, bunun fərqi var, yoxsa sadəcə görüntüdür? Onun məsuliyyəti çoxdur. Bu da mən yanından buna biraz səs çalsam, zaten cəmaat qınamayacaq. Çünki bu burada yalandan. Amma onun məsuliyyəti çoxdur. Onu görürsünüz yerə. Bu ilə çalsam da onu çalmasın. Atam mənə bağışlayıb. Mənim sevimli dəfnimdir. Ona görə mən başqasına əvəz eləmək istəyirəm. Əbədi hədiyyənizdə əlbəttək. Alim müəllim, gedək. Hara gedək sizə aparım?
etdiyim gecələr tülün sübhə kimi söhbət etdiyim gecələr gedəndə gedəndə yar nazlı durur kənardan alı bərə ətəyin minnət etdiyim gecələr ay düşəndə xatirmən düşəndə xatirmən göylərə qalxarahim o mah pare ilə xəlvət etdiyim gecələr ayak yalın ayak yalın baş açıq zəmzəmi sirişki tökür təvafi hey köyün üçün etdiyim gecələr deyəndə yar mənə çay deyəndə yar mənə dərd mən deyərdim cayan məzarə təlxi sözü şəkkər etdiyim gecələr mükərrər eyləyib oy mükərrər eyləyib oy adı sözlərin seyir özümə dönür ləzzət etdiyim gecələr ayayam aman aydan
da doyulmazdı ifalarınız. Adam dinlədikcə dinləmək istəyir. Hətta dinləyəndən sonra heç danışmaq istəyəndə də olmur. Yaxşı mənada ancaq. Mən istəyirəm ki, nəsə Ali müəllim bugün o qədər də qısqanclıq edir, çox danışmaq istəmir. Bir ətrafını da danışdırın da. Danışdıraq da Ali müəllim. Mən istəyirəm ki, Rauf bəy sizdən başlayaq da. Bir mikrofonu götürək əlimizə zəhmət olmasa. Danışaq Ali müəllimlə. Yox, bu sən də tərif. Bu elə biz öyrəşmişik tərifə, amma tərif yoxdur. Yəni tərifləmə də mən xahiş edirəm. Elə olduğum yox, həm də bir dənə şey var, o çatışmayan şeylər desən daim maraqlıdır. Estağfurullah, mənə o hüququm çatmır ona. Ya, Ələşkər bir danışmaz. Aha. Danış deyə qaşı rahatdan indi laf daha şeylə ayrılmaq dərəcəsində çatdır. Biraz yüngü var. Ayrılıq dərəcəsində çatdırma. Hə, belə. Ümumiyyətlə, Qəsdi qərəzlik olmasın da. Siz hansı rastdan tanıyırsınız Ali müəllimə? Çünki siz daha çox ünsiyyətdə olursunuz. Maşallah, az öncə də dedik, dünyanın elə bir ölkəsi yox ki. Neçə il bir-birimizə dözdürük. Bir səhnəni paylaşmamışsınız. 15-16 il deyə. Minlərlə səhnə paylaşmışsınız. O qədər xatirələriniz var, yol səfərləriniz var. Ən yadda qalanları, ən maraqlı olanları bir gətirək hafizəmizə. O zalda iştirak eləmişik ki, o bütün musiqiçilərin arzusudur. O zal New Yorkda. New Yorkda biz... Danış yaxşı. Sonra burada səhvlərdən danış, həyəcandan danış. Vallahi, yəni, mən özüm üçün deyirəm. Yəni, mənim üçün çox şərəfdir ki, yəni, Alim Qasımov, yəni, onun böyük bir sənətkarla bir səhnədə musiqini paylaşmaq, yəni o sənətkarla yoldaşlıq eləmək, yəni o hər insana qismət olmur, düzdür, mənim üçün qismət olub. Yəni biz onun tələbələriyik, doğrudan. Yəni xanəndə, biri var xanəndə yetişdirir. Aha, bəli. Yəni Ali müəllimin gözəlliyi ondadır ki, o həm də tar-kamança ifaçıları da yetişdirir. Yəni bizim böyük sənətkarlarımız var, yəni tar-kamança ifaçıları, yəni onlar da Ali müəllimin, yəni bu üçlükdə, bu üçlük elədir ki, Ali müəllim ifası. Burada tar-kamançanın ifası da dəyişir. Yəni özündən asılı olmayaraq, burada çalğı üslubu da dəyişir. Yəni özünə məxsusu əmələ gəlir burada. Yəni Ali müəllimin də orada zəhmətləri çoxdur. Allah canı sağ eləsin. Hamid deyirik, həmişə bir yerdə olasınız, həmişə mehriban olasınız, həmişə gözəl əlvan çıxışlar tamaşaçılara təqdim edəsiniz. Mikrofon sizin əlinizdədir, bilmirəm, kim istəyirsə, söz demək istəyirsə deyə Zəkinin yaxşı səsi var, indi Zəki də danışacaq. Zəki danışmamışdan Ali müəllim, tar-kamanda ümumiyyətlə siz özünüz bir xanəndə kimi, belə deyək də, hissiyyat vasitəsilə o dəstəyi verirsiniz, yoxsa ümumiyyətlə özünüz də yəqin bacarırsınız da? Yalandan belə dəm tuta bilirəm. Burada nəsə dəm tuta bilərik indi. Dəm də tutacaq, hər şeydir. Mən bir nə deyirəm, Səhirə xanım. Bəli. Yəni, Zəkiyə söz verməmişdən qabaq, bizim qismətimizdə Firəngiz xanım bir gözəl dərviş əsəri yazmışdı. Bu da mənə qismət oldu və bir yerdə get. Rastropoviç, Allah rəhmət eləsin. Yəni, o səviyyədə, o ilə bir, yəni o Chicago'da bir yerdə görüşdük. Biz həmən konsertə, o rəhmətlə gəlmişdik. Və orada onların görüşün, ustad müəllim kimi belə bir-birinə hörmətlərini gördük. O da gəldi, dedi, mənim yerlilərim də bunlar şəkilcə çəkdirdik, nəysə. Və biz New Yorkda Carnegie zalında bizə Allah qismət edib bu musiqini orada bir dönə-dönə bir 5 dəfə, 6 dəfə biz orada çıxış eləmişik. Yəni bu hər musiqiçiyə qismətdən demirəm, musiqisinin zəifliyindən yox. Qismət də var da, qismətinə düşən şey deyil orada şey, yəni. Və bütün zallar, yəni bizim bayaq deyəcəkdim, demək, bizim bunun maraqlı yeri hardadır? Maraqlı yeri budur ki, o tamaşaçılar gəliblər klassik musiqiyə qulaq asmağa, simfonik musiqiyə qulaq asmağa və buradan birdən Azərbaycan musiqi səslənir. Təsəvvür elə, yəni o belə binokl nazarla baxan qozarvatlar, ağ şərablar, düzülüb ora, bir filmdə gördüyümüzdür. Bir-iki də enerji görmüşəm mən. Yəni, onlar hamısı oturub klasika, bunlar da yoyamada dünyavi çalırlar, oxuyurlar, belə falan. Birdən bizim tar-kamanca oturur o boda 3500-lük zalda. Təsəvvür bu nə olar? İnanırsan ki, o Allahın köməkliyi ilə, onlar da elə o əhval ruhiyyətdə olur da, o kamerini, o klassik, o simfonik əsərlər. Və bizim musiqimiz elə bir ki, konserti təzədən başladır.
ümumiyyətlə əcnəbi qarşısında çıxış eləmək sizə görə çətindir, yoxsa belə deyək də vətən qarşısında, bizim öz tamaşaçılarımız qarşısında? Biz o musiqiləri, o dünyavi oxuyanları, musiqiləri niyə sevirik? Onların halı var. Ona görə onlar dünyavidir, biz də sevirik. Mən onun sözünü bilmirəm ki, və başqaları İngiliscə nə deyir. Ya onun bir görkəmində, klipində bir balaca adam şeytani şeylər var, onun klipinə baxa-baxa səsini dinləyəcək. Amma sırf klipi olmasa, səsini dinləyəndə orada eşq var. Yəni səsində görsən ki, bu əhval ruhəldir, amma qulaq asırlar. Yəni əsas o eşqi görüb deyə bilməkdir. Ona görə biz üçün o rahat. Amma burada Azərbaycanda gərək sözümüzün də bir diqqət yetirək, nəzər yetirək, oxuduğumuz təsniflərə və bunu oxumuşuq, biraz çoxdur da, cəmaatın qarşısında təzdən bunu çıxardaq, bu problemlər var. Orada amma 100 il oxuduğumuzu gəlib oxuyaq, lic orada hal olsun, əhvalat olsun. Ona görə şeydir, əlbəttə bizim öz tamaşaçımızlarımız, biri oradan qışqırır, ay can, biridir, ay Allah səs və quvvat versin, o haldır, o eşdir, o bir ayrı bir istilikdir, amma onu da həmişə bizə çətinlik verir. İndi alaq görək. Verək, Zəki görək nə Zəki düşünür, müəllim, sən də öz yaradıcılığı ilə bu günü bağla görək. Qeyd edelim ki, alim müəllim... Ürəyi boşal. Amma elə ayrılmayaq ha. Alim müəllim oxumağı sanki indiki dövr üçün yox, mən deyərdim ki, 25 il, 50 il gələcəyin oxumağıdır. Və mən də çox şərəf duyuram ki, mən alim müəllimlə bircə çalışıram. Zəki bəy, tar əldən getdi. Danış. Bu ondan irəli gəlir ki, Zəki müəllim, özün də şahidsən. Ustadlarımın ustadların, o ustadların da ustadların Allah mənə qismət edib, mən görmüşəm, qulaq asmışam, öyrənmişəm. Və mən o ustadların halın, əhvalın gətirib indiki zamanaya qoyanda, çünki indiki zamana o ustadlardan çox aralı düşün. 70 il, 60 il. Ona görə məndə dəyişiklik olur. Mən dəyişiklik deyirəm, mən keçmişi yad edirəm. Məsələn, aldı görək 3-cü bəndin nə dedi? Rubabanın ruhu şad olsun, Rubaba gələcək indi. Əli qoy qulağın dibinə. Ta
Allah ruhlarını şad eləsin. Allah sizdən razı olsun. Bizi bir xeyli ağlatdınız da, mən bilmirəm niyə göz yaşlarımıza hakim kəsilə bilmədi, Alim müəllim. Yaxşı ağlamaq deyil bu. Mən ağlayanda çox qəşəng özümü hiss edirəm. Xoşbəxt olursunuz, Alim müəllim. Çox sağ olun. Allah sizi bizim üçün qorusun. Keçmiş yaradıcı adamların, bütün gözəl insanların, bizim xalqımıza miras qoyub, böyük sənətləri kimlər qoyubsa, Allah onların ruhunu şad eləsin, ustadların hamısının ruhunu şad eləsin. Və Amin deyirik. onlar həmişə insana dayaqdılar, həmişə sənətdə, həyatda onların ruhları həmişə kömək edir. Alim müəllim, səhnədə ilk leyliniz kim olub? Nə oldu? İlk leyliniz kim olub səhnədə? Səhnədə? Alim müəllim, o qədər, o dəqiqə özünün təəssüratı dəyişdi. Yox, heç bir təəssürat yoxdur. Yəni mənim leylilər çox görmüşük. Səhnədəyəcən leylilər çox görmüşük. Görmüşük. Aha, bəli. Yəni o pis mənada yox. Yəni o uşaqlıq dövrünün, yəni fərziyyələrlə, nə bilim maraqlı həyat olub ta səhnəyə qədər. Bəli. Səhnədə də ki, Səkinə xanımla biz İlk dəfə o məşqlərə başlamışıq və tamaşa oynamışıq. Rejissorumuz da Əflatun bəy olub deyəsən, yaddaş məndə 0 dərəcədədir. Onda da belə gözümə dadıma o qədər şor, qatıqca çəkdilər, mən şor, mən satmışam, bunları sən mənim gözümə niyə vurursan? O üçün nəysə şoradılar, o da zibri zad çıxdı. Çox həyəcanlı bir şeylərdir. O vaxtlar da soğuq idi səhnə, nəsə belə səhnədə də bir soğuqlar gəlirdi. Rəhmətli Gürbala, mənim atam. Mən o şey yaparan vaxtı, o Kəbəyə ki, bu ağırlaşsın, görür ki, mən donmuşam belə, cırıq paltardayam, belə sürtür dağdan küləyimi, qızdırır. Şimdi belə oxudum. Nəsə artıq gördüm, nəsə ürəyimdən tikan çıxmır. Aralandıq da nəsə oradan. İndi inşallah görək, qoca vaxtımızda bir Allah səsimizə quvvat versə, bir imtihan edəcək Allah qoysa. Səsə qüvvət versin, yoxsa sevgi artsın, Alim müəllim? Artıq, bəlkə dövrdə sevginin o tamlığı yox edir. Artıq, mənə elə gəlir ki, artıq ged-gedə bu ilahiyə doğru gedir. Bunlar hamısı, elə bir ki, pləkanlardır. O hissə, o Allaha qovuşmaq üçün, yəni, bunlar hamısı səbəbkarlardır. Onu düz Allah yöndən verəndə, axırda paklığa, gözəlliyə çıxır. Ona görə o gözəlliklə mənim məsələn biraz səsim, sözümü baxanda, canım, cəsətim, artıq mənim orada 1000 dənə leylim, 1000 dənə eşqim, 1000 dənə nə bilim məcnunum yarana bilir və orada da mən bir hal tuta bilirəm. Ona görə mən biraz, yəni səs baxımından çətinliklər çəkdim, səsin dəyişilməyidir, əzəllərin biraz yorğunluğudur. Mən çox zülümlər vermişəm səsimə. 6 saat, 7 saat, vallahi məni qədər oxuyan, çox oxuyan, elə bir Axan müəllim olar, bir mən olaram, bir də o mən keçmiş şeylər görməmişəm, mənimlə başlayanına deyirəm, mənimlə başlayandan danışıram. Bir də rəhmətlik səxavəti mən çox gördüm Meştağa toylarında, yəni onu da o əziyyətini görürdüm orada ki, yəni... Məşqlərə çox vaxt itirirdiniz, yoxsa necə, Alim müəllim? Yox, o vaxt məşq yox idi ki, o vaxt rəhmətli Bəhrəm məmnə deyir, Tarı dəfi götür gəl, hara gəl, nöş gəl, nə var? Çıxışlarınızı sağ... Orada vaxt bir-bir təsirin mahnınıza yox idi, elə bir-iki dənə nazlı yarım eyləmə, bağrımı qan, vəssalam, 2-3 dənə təsirin vardı, amma o vaxtlar ancaq muğam idi. Dəstgahlar oxuyurduq, yəni bəstəkar, o tələbələrin musiqi klubunda cürbəcür oxumayan muğamlar oxuyurduq rəhmətli Bəhrəmlə, o belə bir şey. Hər halda biz dəqiq onu bilirik ki, bunu hamı deyir, bütün dinləyicilər adına mən deyirəm, Alim müəllimin səsi ilahi səsdir. Alim Qasımov Allah eşqin insanların ürəklərinə çox gözəl, əvəzsiz bir şəkildə ötürə bilən qeyri-adi bir sənətkardır. Alim müəllim, hərdən nə üçün darıxırsınız? Qəşəng sualdır, amma heyf ki, o sualın cavabı, hər özümə verirəm o sualı. Görürəm ki, nervi, əsəb, gərginlik, birdən sual verirəm ki, nə olub? Görürəm ki, heç nə olub. Hər şey normaldır, Allaha şükür. Demək, mən orada görürəm ki, yağın gözəl musiqiyə qulaq asmamışam.
və çoxdandır üzüm eləmirəm, oxumuram. Yəni elə gənə özümdə axtarıb tapıram o problemi. Çünki qulaqda Allaha şükür problem yoxdur. Elə yəni gözəl musiqiyə də qulaq asanda mənim məsələn əhval-ruhum gəlir. Bir də özüm də biraz mütaliə edəndə bunlarla. İndi siz sağ olun ki, biz bundan qabaq bir dəfə yanından görüşdük evdə. Yoxsa siz bizi bura çağırmasaydınız, bir getdi bunlarla Allah bilir haçaq görüşəcəkdik. Ona görə yenə sizə çox sağ ol dedik ki, bizi silkələdin, biraz yığdım bura. Çox sağ olun, var olun. Ali müəllim, bir neyək? Ata-bala bölüşək yenə bir enerji. Ha, Fərqan xanım bir dənə qəşəng mahnısı da var. Bəlkə bir qarşılıqlı nəsə bir şey istəyək sizdən. Ağlar gözümdə qayna dönər əşk həsrətim. Sensiz huzurun olur gece gündüz felaketim. Sabrim tükendi, yok gemi hicrana taqetim. Gel gel benim Güzel meleğim, nazlı yâretim. Gel 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 benim güzel meleğim, nazlı yâretim, nazlı yâretim. Geçen gece eğlerken bir ebedi ve
hamılıqla alqışlayaq Ali müəllimimizi. Sağ olun. Doğrudan da İrfanımız Ali müəllim. Biz də bugünkü günü, bu gözəllikləri alqışlayırıq və sevinirik ki, nə yaxşı ki, bu günləri, bu dəqiqələri bir yerdə olduq. Teşekkür ederim. Allah bu binayı tikəndə sağ olsun, çəkilişlərə əliniz qolunuz var olsun, yorulmayasınız. Sizin əhval ruhu öz idi ki, mən gələndə ki, sizin sifətiniz gülürdü, elə bir ki, nəsə belə sevinirdiniz. Doğrudan mənə eşq verdi və bu əhval ruhiyə, bu səslənmə, uşaqlar, yavaş-yavaş. Mənə gəlir ki, hamı öz-özündən razı qaldı. Allah sizdən, bizdən razı Teşekkür qalsın. ederim. Sağ olun, çox sağ olun. Sağ olun, canlı sağ olsun. Min yaşayın, bizim üçün yaşayın, siz bizim fəxrimizsiz, dünənimizdə varsınız, bugünümüzdə varsınız və biz yaşanmayan əsrlərdə olacaqsınız siz həmişə. Bax, bu Çox sağ olun, həqiqətdir. Bu tarixdə çox sağ olun. Elə sənətkarlar var ki, onlarla canlı ünsiyyətdə olanda həm bir fərd olaraq sən də özünü o tarixin içində yazırsan. Biz də bugün o tarixin içində yaşamaq istədik ki, bu canlı ünsiyyət sizinlə bahəm bura bildik. Çox sağ olun. Amma sizi dinləyən, bu hal-hazırda izləyən, bu könül dünyasının tamaşaçılarına, dünyamızın tamaşaçılarına bir arzunuz, bir istəyəniz Fərqana xanım varsa, Ali müəllim sizin də varsa, göndərin buradan bir ismarış, bir arzu, istək. Və ismarış buradadır ki... Tələb də ola bilər, istək də ola bilər. İstək budur ki, mənə gəlir ki, bu zaman, bu dəqiqə elə bir zamandır ki, axındır ki, məcburi kim ki, öz könül dünyasına oturub təkbətək danışmasa, ona qida verməsə, o məhvə doğru gedir. Yəni, bu zamanda, bu sistemdəki yaşayışda uşaqlardan tutmuş böyüyə qədər artıq bu könül, insanların könlü, öz könülləri də çıxıb yaddan, nəinki başqaları. Ona görə biz könlümüzü həmişə razılaşaq və həmişə könlümüzə işıq saçaq və işıq saçan tərəfə yürək və xahiş edirəm, sən də sözdür. Hər zaman şad eləyək, könlümüzü hər zaman Özümüzə eləməsə, sıxıntılardan qoruyaq. amma axın gedir. Ali müəllim, hamılıqla deyirik, bütün tamaşaçılar adından deyirəm. Fərqana xanım sizdə, Ali müəllim siz başda olmaqla. Canınızdan, səsinizdən və çox xahiş edirəm, könlünüzdən müğayət olun həmişə. Siz də, hamımızda. Çünki siz onlardan müğayət olsanız, bu bizim üçün də gərəklidir, bizə daha çox lazımdır. Deyir, o səs onun sahibindən daha çox, onu dinləyənə daha çox aiddir. Çox sağ olun, Səyyarə xanım. Yəni bu fikir əsasında çox sağ olun, sevgimiz qədərsizdir. Xahiş edirəm, götürün məhəbbətimizi, bir uzun müddət özünüzdə yaşadın. Çox sağ olun. Bu səs istilik versin, bu səs stimul versin. Bəli, tamaşaçılarımız, əziz dinləyicilərimiz, bugünlük bu qədər deyirik. Və bu söhbətlərin təəssüratlarından da çıxış edirik. Mənim çox qələminə hörmətlə yanaşdığım şair publisist Səlim Babulluoğlu'nun bir fikrini hal-hazırda xatirimizə salmaq istəyirəm. Deyir, evdə oturub elə hey dinləsən içini, için üçün elə hey ağlasan, onda görəcəksən ki, sən daha maraqlısan. Hərdən doğrudan da içimizə enmək gərəkdir. Nəyimiz var, nəyimiz yoxdur. Qazancımız nədir, itirdiyimiz nə? Bunların fərqinə varsaq, düşünürəm ki, nəyəsə həyatda müəyyən qədər nail ola biləcəyik. Bu istəyirlə də sağ olun deyirik, özümüzə də salamat olmağı arzulayırıq.